Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Balakən su meliorasiya sistemlərinin istismar idarəsinin əsas istiqaməti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin inkişafını təşkil etmək və bu sahəni inkişaf etdirməkdir. Bu istiqamətə uyğun olaraq idarə kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir. Bəsələ qarşı mübarizə tədbirlərini həyata keçirir. Balakən, Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti Mazım çay, Katıq çay, Balakən çay, Dəli çay, Himbul, İnter çay və sair dağ çaylarıdır. Mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə yarada biləcəyi təhlükələrdən müdafiə etmək məqsədi ilə məcra təmizləmə və sahil bərkitmə işləri aparılır. Bu məqsədlə idarənin balansında cəmi 22.828 paqonometr uzunluğunda bəndlər mövcuddur. Ondan 11.911 paqonometri Balakən çay sistemində, 4.480 paqonometri Katıq çay sistemində, 6.437 paqonometri isə Mazım çay sistemindədir. 2025-ci ilin 3 ayı ərzində Balakən çayının sağ sahilində Hənifə kəndini mühafizə edən daş beton bəndində 300 kubmetr həcmində cari təmir işləri görülüb. Hal-hazırda idarəmizin texnikaları əsasən Katıq çayın Berət-Binə kəndi ərazisində, eyni zamanda Balakən çayı ərazisində və Gərəkli kəndi ərazisində Himbul çayda məcra tənzimləmə işləri aparılır. Bundan əlavə idarəmizin işçi qüvvəsi tərəfindən digər ərazilərdə müntəzəm işlər aparılır ki, bunlardan Qazma kəndi ərazisində Balakən-Tuqay kanalının lildən təmizləmə işləri, bundan başqa Sarıbulaq kəndi ərazisində və digər ərazilərdə lildən təmizləmə işləri yerinə yetiririk. Eyni zamanda idarəmizin işçi qüvvəsi tərəfindən hal-hazırda GES kanalında əl ilə lildən təmizləmə işləri və bundan əlavə Inter kanalında da əl ilə lildən təmizləmə işləri həyata keçirilir. İdarənin balansında 8400 hektar suvarılan torpaq sahəsi mövcuddur. Bundan 2252 hektar əkin sahəsi, 2778 hektarı həyatyanı sahə və 3370 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir. Suvarma dağ çaylarından gələn suların hesabına və 70 ədəd subartizyan quyusu və eləcə də 91 artizyan quyusu ilə aparılır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir və ümumilikdə 1699 min kubmetr su verilməklə əhalinin suya olan tələbat ödənilir. İdarənin əsas vəzifələrindən biri də Balakən əhalisini fasiləsiz olaraq içməli su ilə təmin etməkdir ki, bunun üçün də son illər xeyli işlər görülüb və bu işlər davam etdirilir. Balakən su meliorasiya sistemlərinin istismarı idarəsi ümumilikdə 4499 abonentə su və kanalizasiya xidməti göstərir. Abonentlərimizdən 4223 nəfəri əhali, 276 nəfər isə qeyri-əhalidir. Şəhərin içməli su təminatı əsasən Siltik çayı və Qaraçayda yerləşən yerüstü su mənbələri, Silvan kəndi ərazisində yerləşən 10 ədəd subartizan quyusu və eyni zamanda Sarıbulaq kəndi ərazisində yerləşən kiçik həcmli bir ədəd nasos stansiyası vasitəsilə təmin edilir. Qeyd etdiyimiz kimi Siltik çay və Qaraçay əsasən dağlıq ərazidə yerləşir. Müntəzəm yağan yağışlar nəticəsində həmin su mənbələrində müəyyən qəzalar baş verir ki, həmin qəzalar da tərəfimizdən müntəzəm olaraq aradan qaldırılır. Qeyd edək ki, Balakən su meliorasiya sistemlərinin istismar idarəsi əkin sahələrinin suvarılması uzunluğu 209 kilometrdən artıq olan suvarma kanalları vasitəsilə həyata keçirir. Suvarılma kanallarından 40 kilometri təsərrüfatlar arası kanallar, 170 kilometrinə yaxın isə təsərrüfat daxili kanallardır.